Podvaldan belə bir çamadan çıxartmışam. Balaca olanda bunun içinə nələrsə yığmışdım. Artıq içində nə olduğunu unutmuşam. Gördüyünüz kimi çox tozludur. Gəlin açaq baxaq. Uşaq olanda içinə nə qoymuşdum. Açıram. Baxın qızlar, çox ağırdır. Uşaqlıqda Blumu sevdiyimə görə Blumu çəkmişəm və üzərində yazmışam ki, bu mənəm. Sonra Wings kartları gəlir. Bunları hamısını onda Rəşiyada yığırdım. Baxın, məsələn bunlar. Wings diskləri. Wings klubun belə bir qutusu. Baxın, qırılıb artıq. Amma özü hələ də qalıb. Məsələn, Blumun belə paleti. Altında da jurnallar var. Wings jurnalları idi. Hamısını yığırdım. Onda nə çıxırdı? Hamısını mama mənim üçün alırdı atayla. Burada da bir rəsm var. Raya çəkibmiş bunu. Çoxluca komikslər var. Onda belə albom var idi. İçində nakleykalar yəni. Baxın, yığmamışam. Bunlar boşdular, görürsünüz. Bunları almırdım çox da. Necə almırdım? Çox vaxtında niyə almırdım sözünüz? Uşaqlıqda itləri çox sevdiyimə görə indi də itləri çox sevirəm. Belə jurnallar yığırdım. Hər itə necə baxmaq lazımdır, hər it necədir və bunların oyuncaqları var idi. Oyuncaqlar məndə də, amma bilmirəm hara qoymuşam. Yəni hələ də balaca belə itlər idi. Qısardı yenə də. Belə figurkalar yığırdım. Onun bumaşkasıdır. Hamısını yığmışam bu arada. Hamısı var məndə. Şkafdadır. Bir deyil, onu görsədim sizə. Baxın, belə qutunun içində saxlayıram bunu. Bunları yığışdırmışam, yuxarı qoymuşam ki, heç kim bunlara dəyməsin. Baxın, belə oyuncaqlardır. Qanadları sınıb, onu bilirəm. O qanadlarını buraya yığmışam. Qanadları uşaqlıqda sındı, sıra tutulmuşdu. Taxanda sındırmışdım özdə. Sona yaxınlaşırıq. Yenə də divarlara nakleykalardır. Yenə də rəsm. Çox sevirdim kraska ilə işləməyi. Baxın. Və bir albom, kalendar. Kalendardır. Heç nə yazmamışım, inanısız boşdur. İçi bitdi bundan. Uşaqlıqda Wings